Bağırov Əli Eltay oğlu 15 dekabr 1994-cü ildə Bakı şəhəri Buzovna qəsəbəsində anadan olub. Azərbaycan ordusunun əskəri olan Əli Bağırov 2020-ci il sentyabrın 27-sində Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olması üçün başlanan Vətən müharibəsində qismən səfərbərlik çağırışına qatılaraq və könüllü olaraq 29 sentyabr tarixindən iştirak etmişdi. Su qovşanının azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdu. Əli Bağırov 10 oktyabr 2020-ci ildə Tərtər rayonunun Su qovşan kəndində döyüş tapşırığını yerinə yetirən zaman şəhid olmuşdu. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamlarına əsasən Əli Bağırov ölümündən sonra Vətən uğrunda cəsur döyüşçü və Su qovşanın azad olmasına görə medalları ilə təltif edilib.